İnsan qəflətdən ayılmalı, zülm edən tövbə etməli və səhlənkar insan o ötürdüklərini geri qaytarmağa çalışmalı və səhlənkarlıq etdiyi salih əməlləri düzəltməli. فَإِذَا ذَهَبَ عَلَيْكَ بَعْضُ الْخَيْرِ فِي اللَّيْلِ اِسْتَدِرْ فِي النَّهَارِ Əgər gecə vaxtı müəyyən xeyirləri ötürmüsənsə, onu gündüz vaxtı geri qaytarmağa çalış. Əgər günaha düşmüsənsə, Rəbbinə tövbə et, tövbə qapısı açıqdır. Səhih Müslimdə keçən hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurur: İnna Allah azze və cəllə yabsutu yadahu bil-leyli yatube musi'un nahar. Allah Teala əlini gecə açar, gündüz günah edənlərin tövbəsini qəbul etmək üçün. Gündüz əlini açar, gecə günah edənlərin tövbəsini qəbul etmək üçün. Hətta tatlu'a şəmsu min məğribiyə, bu isə günəş batdığı yerdən doğana qədər davam edir. Və insanın bu təsirli, bəlağətli moizədən payı olmalı və bundan ibrət dərsi çıxartmalı. Hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir kişi ona mənə moizə et, nəsiyyət et dediyi zaman bu bəlağətli nəsiyyəti ona edir. Və deyir ki, İğtənim xamsən qablə xamsin. 5 şey gəlməzdən əvvəl 5 şeydən istifadə et. Şəbəbəkə qablə haramik. Qocalıq gəlməzdən əvvəl cavanlığından. Və sıhhətəkə qablə səqamik. Xəstəlik gəlməzdən əvvəl sağlamlığından. Və qinəkə qablə fəqrik. Kasıblıq gəlməzdən əvvəl zənginliyindən. Və fərağəkə qablə şuğlik. Və məşğuliyyət gəlməzdən əvvəl boş vaxtından. Və həyatəkə qablə məvtik. Və ölüm gəlməzdən əvvəl həyatından istifadə et.